Ya, hörmətli izləyicilər, sizə bir dənə qəşəng villa çəkib göstərirəm. Vişnevkada yox, Alballıqda. Evimizə bax bir dənə. Deməli, 6 sotun içində özünə tikilmə, şəxsi istifadə üçün tikilmiş villa çəkib sizə göstərirəm. Baxın, pultla idarə olunan qapı. Gördünüz? Orada sol tərəfdə hamam tualetidir. Həyət səni nəzərdə tutulmuş da yəni. Ya bura. Deməli, 4-ün 8-ə hovuzumuzdur, filtrli hovuzdur. 2 mərtəbə 255 kvadrat metr təşkil edir. Müasir ev. Vişnevka, Alballıq, Bilgəh tərəfdə olan hissədə. Qiymət, sənədimiz tam mülkiyyətdir. Torpağın da evində qopçası var, yəni ipotekaya yararlıdır. Bax, manqalı var. Hasar bu evin oradan arxasına keçid var. İşıqlandırması var, fikir verirsiniz. Bura üstü bağlıdır, yəni teras kimi, veranda kimi, yəni burada dincəlmək olur. Evlə sizi tanış eləyəcəm indi. Bir dənə bu tərəfinə də baxaq. Baxın, evimizin bu böyük sol tərəfində də belə bir boşluq var. Nə ağac əkiblər, nə istəyirsiniz, siz də əkə bilərsiniz. Ağaçlar da var burada. Meyvə ağaçları əkiblər. Gəl. Buyur. Yəni giriş hissəsini çəkirsə, tələsmə, yavaş. Evimiz istipolla təchiz olunubdur. Demək, girən kimi, burada hörmətli izləyicilər, qonaq otağımızdır. Belə bir qonaq otağı. Bura mən bayaq fikirləşdim, giriş hissəyi. Bax, oradan bir dənə böyük çılçıraqlar var, belə sallanma belə. Kupul şəkildə. Bir dənə, bax, bu əsli yeridir. İndi belə boşdur deyən, sizə biraz bitər görsənə bilər. Bura mətbəximizdir. Kuxnyası, kuxna mebeli də var idi. Burada birinci mərtəbədə deməli, bir dənə də otaqdır. Belə bir balaca otaqdır. Üzəqi sayın, işığı yanmadı. Lampiçkası yanıbdır. Bura qazanxanası buradadır, kombisi burada yerləşir. Kladovka kimi də istifadə edə bilərsiniz. Burada bir kladovkası var pilləkənin altında. Burada da baxın. Hamamı. Bura kladovka kimidir. Bura ayaq yolsudur. Hamısı ayrı-ayrıqdadır. Və də pilləkənin altında kladovkadır. Buyur. 230 min təbii ki, real alıcıya endirim olacaqdır. Və 4 dənə yataq otağı. Çoxdur, yataq otaqlarımız çoxdur. Deməli, baxaq birinci bu yataq otağına. Bax, bu yataq otağından da hörmətli izləyicilər, burada balaca balkonu var. Və ilə qutardıq. Sonra bu ikinci yataq otağıdır. 2, 3, 4. O ikinci yataq otağı. Buradan da terasa çıxış var. Terası var. Baxın bir dənə. Bax, belə bir həm balkon, həm də teras. Hovuzu, baseyni. Otaqdakı balaca deyil. 250 kvadrat alt üstü. Sənədimiz tam mülkiyyətdir, paket kopçadır. Obrisi otaqlara da baxaq. Bu üçüncü yataq otağı genişdir. Bu dördüncü yataq otağıdır. Və hörmətli izləyicilər, burada yerləşir evimizin kladavoyudur, kladovkasıdır.
və hamamla ayaq yolusu özü də belə geniş. Kafelli metlaxı, hamısı asma tavanı. Kim alsa Allah xeyir versin. Sağ olun, minnətdarım.